Sənət xalq üçündür, yoxsa sənət üçündür? Sənət xalq üçündür deyən prolet kult təmsilçilərinə fərqli olaraq konseptual sənətçilər sənəti zehni bir proses kimi izah edirlər. Onların iddialarına görə yaradıcılıqda hisslər deyil, zəka iştirak etməlidir. Həm müəllif, həm tamaşaçı, dinləyici yaradıcı prosesə yaşarmış gözləri ilə deyil, çatılmış qaşları ilə qatılmalıdır. Bundan ötürü sənətin müqəddəsləşdirdiyi ideya və nəslələrə ehtiyac yoxdur. Ətrafımızda gördüyümüz hər bir əşya, siçan tələsinin yayı, ayaqqabı ipi, banan qabığı və s. bizi düşündürəcək ideya mənbəyi ola bilər. Sənətçinin borcu adilikdə gizlənmiş estetik ideyanı üzə çıxarmaqdır. İtalyan filosofu Gramsci də bu fikirdədir ki, sənət fayda vermək üçün deyil, zövq vermək üçündür. Buna görə də məqsədi gözəllik yaratmaq olmalıdır. Amma modernist avangardistlər sənətin gözəllik yaratmaq missiyasını da dandılar. 1917-ci ildə bir qrup fransız rəssam Azad Sənətçilər adlı bir təşkilat yaratdılar və Rədd olsun münsiflər, Rədd olsun mükafatlar adlı bir sərgi təşkil etdilər. Bütün ailə üzvləri sənət adamı olan Duchamp da onların arasındaydı. Duchamp nə etdi? Evlərin yaxınlığında məişət əşyaları satılan dükandan bir ayaqyolu çanağı aldı, üstünə öz imzasını çəkib sərgiyə yolladı. Əsərinin də adını Bulaq qoydu. O nə üçün adi bir çanağın sənət əsəri ola bildiyini iddia edirdi. Duchamp deyirdi ki, sənət beynin bizim iradəmizə sifariş verdiyi məhsullardır. Beyin hansı tablonu görmək istəyirsə, rəssama onu çəkdirir. Hansı romanı oxumaq istəyirsə, yazıçıya o romanı yazdırır. Hansı melodiyaya qulaq asmaq istəyirsə, bəstəkara o melodiyanı bəstələtdirir. Sənətçi öz beyninin bir növ qulluqçusudur. Mən əksini edirəm. Beynimə öz iradəmin əsərini göstərirəm. Görək beyin bunu sənət əsəri kimi dəyərləndirə biləcəkmi? Duchamp və tərəfdarları iddia edirdilər ki, faydasızlığını elan etmiş hər bir şey sənət əsəri ola bilər. Duchamp sənətdə estetika və gözəllik anlayışını da inkar edirdi. Duchamp'a görə sənət universaldır. Onun öz müəllifinə və tamaşaçısına heç bir dəxli yoxdur. Biz olmasaq belə sənət özünü yaradacaq və yaşadacaq. Duchamp sənəti sənətçinin özündən başqa heç kim qiymətləndirə bilməz deyəndə artıq biz tərəfdə Sovet hökuməti qurulmuşdu və Kommunist partiyası bir ucdan sənətçilərə fəxri adlar paylayırdı. 1917-ci ildə Duchamp'ın sənətə yanaşmasının çanağı öz başında çatladı. Sərgi sahibləri onun bu faydasız əsərini götürüb bir növ başına vurdular. Duchamp öldü. Amma ölümündən 30 il sonra onun bu əsərlə nə demək istədiyini anlayıb, onun öz təpəsində sındırdıqları çanağını 20-ci əsrin ən təsirli əsəri seçdilər.